Tələbəm sual verir. Bir dənə maraqlı sual verdi. İstəyirəm sizə də izah edeyim. Bax, ver görək sualı. Qalib müəllim, Bəli. məşq prosesində bəzən hərəkətləri eləyirsən, yorulursan. Məsələn, 3-4 dəfə eləyirsən, 5-cidə görürsən ki, artıq gücün çatmır. Nə etmək lazımdır ki, o prosesdə, yəni dayanmayasan da yenidən bir də güc Yox, bayaqçı qaydada dedim, bir dənə o sualı bir dənə təkrar ver. Dedin, görürsən getmir. Bir dənə də güc eləyirsən, qaldırırsan, o nətər eləyirsən? Hətta yəni necə? Sualı bundan ibarət idi. Uşaqlar, bax, gələ tut bunu. İndi çəkkə bırax. Incline bench press işləyirdim orada. Mən dedim, baza işləyirəm. Incline bench press işləyən zaman uşaqlar gördü ki, yuxarıda nəfəs aldım. Son tükəniş idi. 11-12 say vurmalıydım. Çünki 3-cü partkodumuydu. Çalışdım ki, vurum ki, partlayış olsun əzələmdə. Mən hiss elədim ki, gücüm tükəndi, azaldı, lap dibdədir, minimumdadır. Və mən onu yuxarıda saxladım. Necə? Çəki üstündədir, düzdürmü? Saxladım, bax belə. Elə bir sinemlə saxlamadım. Yaxın gəl biraz. Korpusumu biraz da yaxın gəl. Korpusumu verdim qabağa belə. Biraz oynaqlarıma saldım gücü. Bir balaca, bax belə trisepsimə. Və nəfəsi polma aldım. Biraz da talçok verdim orada, bax. Belə. Baba negatifi yavaş gətirdim. Və buradan başladım, sıxdım. Bak, koydum. Şu. Yəni bunun cavabı nədir? Hər şey beyinlə bağlıdır. Sənin o yükü 12 dəfə götürmək qabiliyyətin varsa götürəcəksən. Bu demək deyil, gedib beyinlə bağlıdır. Beyinlə fikirləşsən bir tonu qaldıracaqsan. Yox. Yəni mən onu 12 dənə vurmuşamsa, indi 8-də tükənirəmsə, deməli mənim fikrim başqa yerdədir. Deməli mən beynimi tam ona kökləməmişəm. Beynimizi tam məşqə kökləmək lazımdır ki, son saylarda özünüzə o ateşi verə biləsiniz. Belə partlayışı verəsiniz, bir dənə də qaldırasınız. Hələ bacar, bir dənə də vur. Bu qalsın üstündə bir nəfərə köməklə. Bir nəfəri köməyə çağırır, problem yoxdur. Maraqlı sual idi, məntiqli sual idi. Halal olsun. Matı.